ABC üçbucağında AC BC-yə bərabərdir, AB BD-yə bərabərdir və CBD 27 dərəcə olarsa, bucaq A-nı tapın. AC-nin BC-yə bərabər olmasından oturacağı biçik bucaqların bərabər olması çıxır, yəni bərabər yanlı üçbucaq olduğu üçün. Əgər biz burada bir alfa götürsək, bura alfa plus 27 dərəcə olar. Digər tərəfdən, yəni AB BD-yə bərabər olduğu üçün BDA bucağı da elə BAD bucağına bərabərdir, yəni alfa plus 27 dərəcədir. Alfa üstə gəlinsin 2 dənə alfa plus 27 dərəcə bizə 180 dərəcəni verməlidir, çünki üçbucağın daxili bucaqlarının cəmidir. Buradan 3 alfa üstə gəlinsin 54 dərəcə bərabərdir 180 alarıq. Alfa bərabərdir, hər tərəfi 3-ə bölsək, alfa bərabərdir 60 dərəcə, çıxılsın 18 dərəcə, yəni 3-ə bölsək, alfa üstə gəl 18 bərabərdir 60 alarıq. Buradan da alfa bərabərdir 42 dərəcə. Və bizdən bucaq A-nı istəyir. Bucaq A isə alfa plus 27-dir, yəni 42 dərəcə üstə gəl 27 dərəcə, 69 dərəcə alınır.